Toyota Camry haqqında danışacağım, amma ilk öncə bunu bildirmək istəyirəm ki, inşallah ki, sentyabr 8-dən sonra ölkədə olmayacağam və ən son model hibrid, elektrik avtomobilləri və plug-in hibridlər üzrə xüsusi təlim keçmək üçün ölkə xaricində olacağam, kurslarda olacağam, təlimlərdə olacağam və inşallah ki, dünya səviyyəsində, yəni beynəlxalq sertifikatla təmin olunacağam. Onun üçün də kimin avtomobildə nə problemləri varsa, check-up yoxlanışları olsun, beyin proqram işləri olsun, fərq eləmir. Kimin avtomobildə hansı işləri lazımdırsa, hansı işlər görüləcəksə, sentyabr 8-nə qədər ölkədə olacağım, yaxınlaşdım birbaşa servisə. Necə lazımdır, avtomobildə olan bütün problemləri aradan qaldıraq. Bundan əlavə olaraq keçək bu avtomobilə. Avtomobil 2018-ci il modeldir, Toyota Camry'dir və alqı-satqı yoxlanışını edirik. Askı sistemin yoxladıq, çox yüngül xərcləri var. Ciddi dərəcədə wow xərcləri yoxdur. Mühərriki sistemin qaydasındadır. Alışma şamları, sveçalar dəyişilməlidir sadəcə olaraq. Qaz buraxıb. O da təbii ki 92-dən istifadə olunduğuna görə. Çünki çox şəxslər avtomobili 92-lə idarə edir. Ümumiyyətlə Toyota'ları. Düzdür, Toyota dözümlü modeldir. Həm də 92-ni götürür. Amma bunlara baxmayaraq bu yeni nəsil mühərriklərdir. Bunlar yüksək təzyiqli farsunqlarla təchiz olunub. 95 vurmanız daha yaxşıdır, məqsədə uyğundur. Bu avtomobili detallı formada yoxladıq. Hal-hazırda test sürüşündəki sürətlər qutusunun keçirtmələri yoxlayıram ki, avtomobilin 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə sürətlənməsi zamanı problemi varmı, yoxmu, vurmalar varmı, yoxsa yoxdur. Onları yoxlayıram. Hal-hazırda ötürücüsündə, yəni sürətlər qutusunda, keçidlərində heç bir problem yoxdur. Tam qaydasında işləyir. Korobka tam ideal vəziyyətdədir. Elektronikasında da yoxladıq. Ciddi bir fəsadları yoxdur. Belə, maşın bugünkü günü tam normal və ideal vəziyyətdədir. Allah hər iki tərəfə xeyir versin. Əgər siz də avtomobilinizi almaq istəyirsinizsə və yaxud da ki, öz avtomobilinizdə check-up yoxlanışı istəyirsinizsə, bizim servis seçib yaxınlaşa bilərsiniz. Qiymətlərimiz isə avtomobilin mühərrikinin həcminə görə dəyişir. Avtomobilin ilinə görə və yaxud da ki, bahalı, ucuz olduğuna görə yox, sırf mühərrikin həcminə görə dəyişir. Mühərrikin həcmi nə qədər böyük olarsa, təbii ki, yoxlanışın qiyməti o qədər uzun olur. Çünki böyük mühərriklərin soyması üçün, yoxlanışı üçün müəyyən vaxt tələb eləyir və vaxt da getdikcə uzanır mühərrik böyük olduğu qədər. Belə, detallı formada məlumat üçün zəhmət olmasa mənimlə əlaqə saxlayın. Təşəkkürlər, izləmədə qalın.